Həzrət Peyğəmbər salavatullah sahabələri ilə gəlirdi. Birdən gördü İmam Hüseyin əleyhissalam 3-4 yaşları var idi. Ayaqyalın isti qumlar üstündə qaçırdı. Bir də gördülər ki, İmam Hüseyin əleyhissalam özünə kölgəlik axtarır. Niyə? Çünki istidir. İsti qumlar da onun ayağının altını yandırır. Qaçır özünə bir kölgəlik axtarmağa. Bir də Həzrət Peyğəmbər bunu görür ki, qaçsın İmam Hüseyin əleyhissalamı alsın qucağına ki, o isti qumlar, hərarət onu yandırmasın. Bir də görür ki, kənardan bir cavan oğlan qaça-qaça gəldi. İmam Hüseyin əleyhissalamı aldı qucağına. Bilirsiniz neynədir? Başladı ayağının altını təmizləməyə və ayağının altını öpməyə. Öz paltarınla İmam Hüseyin əleyhissalamın ayağının altını təmizləyir, öpür. Dedilər, Peyğəmbər buyurdu ki, deyin görüm, o cavan kimdir belə, mənim Hüseynimlə belə xoş rəftar eləyir. Dedilər, ya Rəsulallah, o Həbib ibn Məzahirdir. Həzrət Peyğəmbər kövrəldi, dedi, ilahi, bu cavan ki, mənim Hüseynimə belə məhəbbət bəsləyir, eşq bəsləyir, ilahi, Hüseyni Həbibdən, Həbibi də Hüseynindən ayrı salma. Allah bizi də Həbibin ehtiramına xatir öz nəzərindən ayrı salmasın inşallah.